Çox maraqlı bir dənə nüans var. Vaxtı ikən Fordun qurucusu düşünüb ki, avtomobillər hamısı eyni rəngdə olmalıdır. Bu fikrə heç bir şübhəsi olmayıb ki, fərqli rəngdə olsun. 1920-ci ildə əgər onun oğlu atasına şübhəsi olmasaydı, şübhələnib ki, yəni bu nəsə düz getmir şirkət. Şübhələndiyi üçün və düşündüyü üçün ki, artıq yeni rənglər bizə lazımdır. Neyiniyib? Fərqli rənglərdə istehsalına başlayıb. Yəni o şübhə olmasaydı heç bir inkişaf olmayacaqdı. Bugünkü gündə bir sahibkar digər sahibkara məsələn, onun əlində daha keyfiyyətli məhsullar, onun daydayı var, onun yeri daha yaxşıdır, onun mağazası yol kənarındadır. Bu şeylərdən əmin olsa və özündə fərqli şeylərdə inkişaf etdirə biləcəyinə bir şübhəsi olmasa, yəni heç bir inkişaf olmaz. Sahibkar olmasın adi bir işçidən də gedir. İş görmə stilinə qarşı bir şübhən olmasa, heç bir irəliləyiş olmayacaq. Einstein Newtondan şübhələnib fərqli bir şeylər kəşf edib. Beethoven Mozarta inanmır. Ona görə fərqli əsərlər yazır. Yenilik istəyirsinizsə, əgər inkişaf istəyirsinizsə, şübhələnəcəksiniz. Biznesdə birinci qayda şübhə ilə yanaşmaq. Hər kəsə uğurlar.